Salam, hər bir vaxtınız xeyirli olsun. Demək belə bir pultu təmirə gətiriblər. İşıq paneli iləndir, qalasavoy iləndir, orijinal pultdur. Tokda işləyir, amma çıxardanda işləmir. Problem var. İndi orta nəticəni bir yerdə izləyək. Açıq açmağa davam edirik. Demək burada akkumulyator şişib. Burada aks liniya var. Səbəb odur ki, bu hissədən su tökülüb. Hər bir hissəni detal bu detal təmizlədik. Membranlara əl vurmadıq. Membranlarda bir qüsur yoxdur. Problemi həm kökündən, həm akkumulatoru dəyişdik. Kökündə də problem var idi. İşləyir. İşıq paneldə zərətka verir. Onu da yoxladıq. Demək, zərətka yığır. Arxa hissəsinə izolyasiyada vurduq. Su keçməsin. Bütün knopkalar işləyir. Güneşdən də işıq yığır. İşıqdan da, yəni işıq paneli də işləyir. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.